Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala seyyidina Muhammedin ve ala ehli beytihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Aşura akşamıdır. Aşura yerlerin, göylerin, ulduzların, dağların yaradılmasını yadımıza saldığı kimi, eyni zamanda Kərbəla vaqiəsini də bizə xatırladır və ciyərimizi yandıracaq, qəlbimizi kədərləndirəcək bir hadisəni bizə xatırladır. Hadisəni az-çox hamımız bilirik, xəbərdarıq. Amma mən bugünkü söhbətimizdə o hadisə ilə, Kərbəla vaqiəsi ilə əlaqədar olan və tarix boyunca o hadisədən sonra ta günümüzə qədər yolumuza, zehnimizə işıq tutan, ibrət almamız lazım olan məsələlərə toxunmaq istəyirəm. Əvvələn qısa olaraq bildirim ki, Peyğəmbərimiz əleyhissalatu vesselam üçün İmam Hüseyin müstəsna bir şəxsiyyət olaraq önəm daşırdı. Təkcə bir nəvəsi olaraq, evladı olaraq yox, eyni zamanda onun nəslindən, İmam Hüseynin nəslindən gələcək imamların və evliyaların insan cəmiyyətinin bütün təbəqələrində qiyamət gününə qədər, ta Mehdi əleyhissalama qədər mühüm rol oynayacağını qeybaşına nəzərlərlə bilirdi və ona 12 imam atası kimi, Mehdi əleyhissalamın atası kimi və bu qədər onun nəslindən gələn Şah Nəşbəhad əl-Buxari, Abdülqadir Gilani, Seyyid Əhməd Rüfai, Seyyid Əhməd Bədəvi və sair evliyaların atası kimi hörmət edirdi. O səbəbdən də Peyğəmbər əleyhissalam hədis şərifində buyurur ki, İnnəl Həsənə vəl-Hüseyn seyyid-i şəbab əhl-cənnə. Bunda şübhə yoxdur ki, Həsən və Hüseyn cənnət cavanlarının seyyididir, ağasıdır. Və ənnə Fatimə seyyidətün sa əhlil cənnə. Və Fatimə də cənnət qadınlarının, xanımlarının seyyidəsidir. İmam Hüseynin yolunun, onun yolundan gələn cəmiən evliyaların, böyüklərimizin, təkcə Azərbaycanda olan Seyyid Yahya Şirvani, Seyyid Yusif Müşkiri, Seyyid Kəlağa Baba, Seyyid Sultan Kərim Baba və s. bunun kimi çox saylı evliyaların onun sülb-ü pakından gəlməsi və İmam Hüseynin nəslindən gələn bu evliyalara, alimlərə insanları intisab etməsi, onların yolu ilə, onların təriqi ilə getməsi ilə nicat tapmasını Peyğəmbərimiz əleyhissalatu vesselam bu hədis şərifi ilə buyurur ki, İnnəl Hüseynə səfinətun nicat. Hüseyn radiyallahu anh nicat gəmisidir. Necə ki, öz nəfslərinə məğrur olan Nuh əleyhissalamın qovmu, Nuh əleyhissalama 850 il əziyyət verdikdən sonra Cənab-ı Allah inanan o 80 nəfəri gəmiyə götürüb nicat tapmaqlarını, sudan xilas olmaqlarını əmr etdisə və bu gəmi o 80 nəfərin inananların nicat tapmasına vəsilə oldusa, İmam Hüseyin də Nuh əleyhissalamın həmin gəmisinin nisbətindədir. Kim onun qoymuş olduğu ilahi nizama tabi olarsa, əlbəttə nicat tapar. Necə ki, Nəqşbəndiyyə təriqətinin silsilə-i şərifə yolu
Cenab-ı Əli ondan İmam Hüseynə və İmam Hüseynə İmam Zeynəl-Abidin, sonra Muhammed Baqir, sonra Cəfər-Sadiq. Allah cümləsindən razı olsun. Bu minvalla günümüzə qədər devam etməkdədir. Bunun kimi də Peyğəmbər Aleyhisselatü Vesselam işarə verir ki, Hüseynin varlığı Nuhun gəmisi kimidir. Ona intisab eləyən, onun mühəbbətini, yolunu baş tacı eləyən insanlar nicat taparlar. Peyğəmbər Aleyhisselatü Vesselam İmam Hüseynə o səbəbdən bir evliyaların atası kimi hörmət eləyərdi. Necə ki, bilirsiniz ki, Peyğəmbərimiz Aleyhisselamın Mariyə adlı xanımından, radiyallahu anhadan İbrahim adında bir oğlu olubdur. Bir gün bir dizinə İbrahimi, digər dizinə İmam Hüseyni alıb mühəbbət etdikdə Cəbrail Aleyhisselam gəlir və Peyğəmbər Aleyhisselam buyurur ki, bunlardan ikisindən birinin ölümü yaxında olacaqdır. Peyğəmbər Aleyhisselatü Vesselam oğlu İbrahimin ölümünü qəbul edir. Və deyir ki, İbrahimin ölümü ən çox məni yandıracaq, mənim oğlumdur. Amma Hüseynin ölümü Fatiməni, Əlini və qardaşı Həsəni yandıracaq. O səbəbdən də bir neçə gündən sonra ki, oğlu İbrahim ölür və Peyğəmbər Aleyhisselam oğlunun ölümünə də ağlayır. Amma və lakin bu hadisədən sonra hər nə vaxt İmam Hüseyin Həzrət Rasulullahın xane-i saadətinə girsə, Həzrət Rasulullah onu qarşılayar, qoxlayar, boğazının altından öpər və deyər ki, ey oğlumu özünə fəda etdiyim Hüseyin deyərək Həzrəti Hüseynə radiyallahu anh'a ehtiram edərdi. Peyğəmbər Aleyhisselatü Vesselamın ahirətə irtihalından sonra da bu sevgi davam elədi. Bir günləri Həzrəti Əbubəkir məsciddən çıxır və İmam Hüseynin uşaqlarla oynadığını görür və onu qaldırır uşaqların içərisində çiyninə oturdur və onu uşaqların arasında o şəkildə gəzdirərək öz məhəbbətini bildirir. Əmir-əl-Möminin Həzrəti Ömərin xilafəti zamanında İmam Həsən və İmam Hüseyin Peyğəmbər Aleyhisselatü Vesselamın, yəni babasının minbərində oturmuş olan Həzrəti Öməri görür və minbərə çıxır. Həzrəti Ömər onların ikisini də yanına oturtur və əlindəki təsbih daşlarını onların ovucuna tökür. Onlar da Həzrəti Ömər minbərdə danışdığı müddətcə o daşlarla oynayır. Və bunun kimi çox sayda sahabələr öz sevgilərini bildiriblər. Bilal Həbəşi Peyğəmbər Aleyhisselamın vəfatından sonra Peyğəmbər Aleyhisselamın həsrətinə, ayrılığına, hicranına dözə bilmir və ailəsini götürərək Şama gedir. Və illər sonra Həzrəti Peyğəmbəri yuxuda görür ki, Peyğəmbər Aleyhisselam deyir, niyə bizi ziyarət eləmirsən? Və Mədinəyə qayıdır və ondan sahabələr xahiş eləyirlər ki, Həzrəti Bilal Həbəşi azan versin. Amma və lakin Həzrəti Rasulullahın ayrılıq acısı səbəbilə imtina eləyir. Amma Həzrəti Ömər Həzrəti Bilal Həbəşini necə razı salacağını bilir və İmam Hüseyni onlara təklif eləyir, xahiş edir ki, o Peyğəmbər Aleyhisselamın könlünün reyhanı olan o iki sevgili imamlar Bilal Həbəşinin yanına getsinlər və onlar gedib xahiş etdikdən sonra Bilal Həbəşi baxmayaraq ki, hamıya etiraz etmişdi, imtina etmişdi, məscidin damına çıxır və azan verir, baxmayaraq o azan ona əziyyət verirdi. Əşhədü ənnə Muhammedən Rasulullah dedikdə dizləri tutmur və diz üstə çökür. Və Mədinədə olan cəmaat illər öncə eşitmiş olduqları azanı təkrar eşidərək bir anlıq zənn elədilər ki, Peyğəmbər Aleyhisselam həyatdadır və
xəyalən o illərə qayıtdılar və göz yaşları içərisində məscidə gəldilər. O cəmaatı ağlatan Peyğəmbər sevgisi və İmam Həsən, İmam Hüseynin Bilal-i Həbəşidən azan verməsini təvəqqə etməsi səbəbi ilədir. Amma və lakin tarixi hadisələr, dini məsələlər siyasiləşəndə eybəcərləşir. İllər keçir, çox hadisələr öz məcrasından çıxır. Elə bir hala gəlir ki, əhli olmayan insanlar müsəlmanların əmiri olmaq iddiasına düşürlər və İmam Hüseyin həm Həzrət Rasulullahın evladı olmaq, həm İslam alimi olmaq, həm İslamın məsuliyyətini daha çox anlamaq səbəbilə buna bir etiraz, bu məsələni bir yola qoymaq, yoluna, məcrasına salmaq niyyəti ilə Kufə müsəlmanlarının təkidli, israrlı dəvəti səbəbilə Kufəyə gəlmək qərarına gəlir və xəyanətə məruz qalır. Onu dəvət eləyən, ona məktublar yazan, ona beyət eləyən insanlar devrin hakiminin, Yezidin və onun təyin etmiş olduğu Vali Ubeydullah İbn Ziyadın qarşısında öz dəyanətlərini qoruya bilmirlər və öz vədlərindən, beyətlərindən dönürlər və bu da nəhayətdə İmam Hüseynin Kərbəla çölündə şəhid olmasına səbəb olur. Həzrəti Rasulullah sallallahu aleyhi və səlləm hələ İmam Həsən və Hüseyn kiçik yaşlarda ikən gözləri, qəlbi, fikri, nəzəri hər daim onların üstündə olub. Hətta bir gün namaz qılanda onlar az yaşda ikən çöldə bir ağlayan uşaq səsi eşidir və namazdan çıxaraq bayıra çıxır. Zənn edir ki, İmam Hüseyin ağlayır və məlum olur ki, başqa bir uşaq ağlayır. Və Həzrət Rasulullah orada olan insanlara buyurur ki, Hüseyni ağlatanı Allah bağışlamaz. Amma müsəlman olmaq üçün Muhammedən Rasulullah deyən o toplum, o insanlar Həzrəti Hüseyni, Həzrəti Hüseynin ailəsini, əhl-i beytini, xanidanını, evladlarını, qız uşaqlarını ağlatdılar. Hansı ki, təsəvvüf tarixində, adətində belə bir hadisə var ki, Həzrət Rasulullah aleyhissalatü vesselam bir günlər İmam Həsən və İmam Hüseyni istəyir görmək və uşaqları axtarırlar, tapmırlar, biraz həyəcanlanırlar. Bir qədər kənarda dağlar, daşların arasında oynadıqlarını görürlər və onları Rasulullahın huzur-u şərifinə gətirəndə İmam Hüseyn sol ayağının baş barmağının qanadığını görür və onun ayağının qanaması Rasulullah görsə onu qəmgin edəcəyindən, onu kədərləndirəcəyindən sağ ayağının baş barmağını sol ayağının üstünə qoyur ki, Peyğəmbər onun ayağının qanamasını görməsin. Bu təsəvvüf tarixində Peyğəmbər Aleyhisselatü Vesselamın naibi olan 1400 il İslam tarixində Peyğəmbəri təmsil eləyən ustazların, mürşidlərin, şeyxlərin huzurunda, sanki Peyğəmbər Aleyhisselamın huzurunda durmuşlar kimi müridlər İmam Hüseyni təqlid edərək, təkrarlayaraq sağ ayaqlarını sol ayaqlarının barmağının üstünə qoyaraq, əllərini də qoltuqlarına keçirib boyunlarını da bükərək, sanki Rasulullah Aleyhisselatü Vesselamın huzurunda İmam Hüseyin dururmuşçasına durublar.
Amma və lakin Həzrət Rasulullah qəlbi kədərlənməsin deyə belə edən İmam Hüseyni şəhid etdikdə Həzrət Hüseynin bədənində yüzlərlə ox, yüzlərlə nilzə, yüzlərlə qılıncın yarası var idi. Və bütün bədəni qanlar içərisində idi. Bu, Həzrət Rasulullahı olmuş olduğu o biri aləmdə də, bərzəx aləmində də ki, Rasulullah qəbrində dünyadakı işlərdən, əhvaldan xəbərdardır, qəmgin edir. Kitablarda yazılır ki, o hadisədə iştirak edən bir şəxsin gözləri kör olur və ondan kör olma səbəbini soruşurda o deyir ki, Kərbəla hadisəsində 10 nəfər bizi oxçu olaraq Fəratın qabağına qoydular. Amma mən ox atmadım. Amma hadisə bitdikdən, tamam olduqdan sonra mən evimə gəldim, işa namazını qıldım və yatdım. Yuxuda bir nəfər gəldi və deyir ki, dur, Peyğəmbərin divanına çıx. Və mən qorxaraq Rəsulullahın divanına çıxanda bir çöldə Peyğəmbər əleyhissalamın çox pərt və pərişan durduğunu gördüm. Həzrət Rasulullah ona deyir ki, siz mənim ehtiramımı yerə saldınız. Siz mənim izzətimi sındırdınız. Mən də deyir, ona yalvardım, ya Rasulullah, vallah mən ox atmamışam. Mən sadəcə orada olmuşam. Peyğəmbər əleyhissalam buyurur ki, sənin orada olmağın bu sənin üçün kifayətdir. Və əlini Kərbəla torpağına Rasulullah vurur və o adamın gözlərinə çəkir. Və deyir, mən həyəcandan deyir, durdum. Duranda artıq gözlərim görmürdü. Gözlərimin ikisi də kör olmuşdu. Bu, Peyğəmbər əleyhissalamı kədərləndirəcək, qəmgin edəcək hadisə olduğunu bizlərə bildirməkdədir. Və Həzrəti İmam Hüseynin şəhadəti bizə onu öyrədir və təbliğ edir ki, təlqin edir ki, insanların içərisində heç də baş verən hadisələrdən hamı ibrət almır. Çünki o hadisələrdə qoşuna rəhbərlik eləyən şəxs Ömər İbn Səd Peyğəmbər əleyhissalatu vesselamın Uhud müharibəsində onu qoruyan, Peyğəmbər əleyhissalamı qorumaq üçün sinəsini önə verən və oxu bitdiyində Peyğəmbər əleyhissalam yerdən oxları alaraq Peyğəmbərə hamı fədaun ləkə ummi və əbi ya Rasulullah, atam anam sənə fəda olsun ya Rasulullah dedikləri halda onun üçün canını sipər edən Səd İbn Əbi Vaqqasa Peyğəmbər əleyhissalam yerdən oxları verir və atam anam sənə fəda olsun ya Səd, vur, at dediyi halda cənnətlə müjdələnən Səd İbn Əbi Vaqqasın oğlu Ömər İbn Səd İmam Hüseynin əleyhinə olan həmin o orduya başçılıq eləyir və döyüşün başlaması üçün birinci oxu da o atır. Və yaxud da ki, İmam Hüseyin radiyallahu anh'in atdan salındıqdan sonra ənam alacağını, mükafat alacağı düşüncəsi ilə Həzrəti Hüseyni dizinin altına alan və bıçağı ilə, xəncəri ilə onun başını kəsməyə cəhd eləyən Şümr İbn Zilcəvşən Həzrəti İmam Hüseyin ona boğazından Həzrəti Rasulullah öpüb. Sən oranı kəsə bilməyəcəksən. Bundan təsirlənib başa düşüb bir tövbəyə, bir yola gəlməlikən İmam Hüseyni üzü aşağı çevirib boynunun ardından kəsən Şömür bir neçə illər
İmam-ı Əlinin Nəhrivan müharibəsində tərəfdarı olubdur. Möhtərəm cəmaat, bu düşüncədə olan insanlar, Şümürlər, Ömər Sədlər, Ubeydullah ibn Ziyadlar, bunlar nə İmam Hüseynin qətlindən, nə Həzrəti Həsənin o dəhşətli ölümündən, nə Həzrəti Osmanın evinin içində o şəkildə ölümündən ibrət almazlar. Və bu işləri eləyən adamlar bu qətl olunan mübarək insanlara yaxın insanlardır. Həzrəti Osmanın evinə basqın eləyib, onun döşünə çıxıb, 80 yaşında bir xəlifənin, hər bir Peyğəmbərin cənnətdə bir rəfiqi olacaqdır. Mənim rəfiqim Osmandır deyilmiş və bunu da bilmiş olduqları halda onun döşünə çıxıb saqqalından tutan, dartan və üzünə sillə vuran adam o səhabələrin ən yaxın adamı, o qədər yaxın adamı idi ki, Həzrəti Osman sənin atın səni bu halda görsəydi, görəsən sənə nə deyərdi deyib, o da otaqdan qaçıb çıxıb gedib. Yəni, böyük adamlara xəyanət eləyən insanlar o böyüklərin özlərinə yaxın buraxmış olduğu insanlardır. 23 il Peyğəmbər əleyhissalatu vəssalama səhabəlik eləyən bir şəxsin əgər ki, evladı Peyğəmbər əleyhissalamın evladına xəyanət eləyirsə, onun xanidanının, ev əhlinin, çadırlarının yanmasına od vurursa, səbəb yaratırsa, qızlarının qulağından sırğaların dartılaraq cırılmasına və hətta ən dəhşətlisi, mənə ən təsir edən vaqiə İmam Hüseynin başı kəsilib götürüldükdən sonra İmam Hüseynə yaxın olan onun xidmətçisinin qulamının İmam Hüseynin belində olan kəməri götürmək üçün İmam Hüseyin əli ilə o kəməri tutubmuş, onun barmaqlarını kəsərək kəməri belindən açmağına cəhd göstərməsi göstərir ki, heç də bizə yaxın olan insanlar o yaxınlığın qədir qiymətini bilməzlər. 23 il Peyğəmbərə sahabəlik eləyənin evladı bu xəyanəti eləyirsə, biz də öz təcrübəmizdə görmüşük ki, 23 il yaxına buraxdığımız, tələbəliyə qəbul edildiyimiz insanlar məhkəmədə bizim də üzümüzə durdular, özü də Aşura günündə. Məgər Aşurada, Kərbəla vaqiəsində olanlar bu işlərdən ibrət aldılarmı ki, nəticə çıxartdılarmı ki, Aşura günündə bizim üzümüzə duran adamlar, onlar ibrət almış olsunlar. Çünki necə ki, İmam Hüseynin nəslindən gələnlər, seyyidlər, bu evliyalar, bu şəxslər, zatlar İmam Hüseyni təmsil eləyirlər. Amma Yezidin nəslindən, Şümrün nəslindən və Əbdurrahman ibn Mülcəm kimlərin nəslindən gələnlər də bugün bizim aramızdadır. Onların yəni şəcərəsi yoxdur ki, bilək ki, bu xəyanəti eləyən Yezidin nəslindəndir, Ubeydullah ibn Ziyadın nəslindəndir. Biz bunu bilmirik. Bizim içimizdə bu günləri 30-cu illərdə əfəndilərin, axundların, seyidlərin, alimlərin, NKVD-nin zirzəmlərində dırnaqlarını çəkən, barmaqlarını qapının arasında qoyan insanların evladları da yaşırlar. Biz bilmirik ki, o xainlər bunlardan görəsən hansının nəvəsidir, nəticəsidir, kimin nəslindəndir. Çünki bu xəyanət genetik bir şeydir. Heç vaxt
əsli, sülbü pak olan insan ləyaqətsiz işə qol qoymaz. Hamının da xəyanət eləmək üçün səbəbi var. İmam Hüseynə Kərbəlada nilzə atanların da səbəbi var idi. Həzrəti Əlini zərbətləyənlərin də özlərinə görə argumentləri var idi. Həzrəti Osmanı öldürüb, qusursuz günlərlə evinin içində bastırmağa, dəfn etməyə qoymayan, onun almış olduğu quyudakı sudan özləri dəstəmaz alıb, ona iftar eləmək üçün su verməyən insanların da özünə görə öz argumentləri var idi. Və günümüzə qədər gələn bütün hadisələr Həzrəti Osmanın əleyhinə olan xəyanətin, Həzrəti Əlinin, İmam-ı Həsənin, İmam-ı Hüseynin və ondan sonra gələn bütün böyüklərin əleyhində olan xəyanətlərin bir-birindən fərqi yoxdur. Hamı bir-birinin təkrarıdır və hamı kimin cərgəsində durub nə iş görünməsinə diqqət etməsi lazımdır. Bir misal var ki, ola bilər bir insan məsciddədir və məsciddə olmağı onu arxain eləyər ki, mən məsciddəyəmsə, mən namaz qılıramsa, mən doğru yoldayam, pak adamam. Hüseynin cərgəsində durub Yezid kimi hərəkət eləyən insanlar da var. Və Yezidin cərgəsində durması onu, Hüseynin cərgəsində durması onu aldatmasın. Amma insanların içərisində hür kimi insanlar da var. İmam Hüseyni qətl eləməyə gəldiyi halda peşman olub Aşura axşamında İmam Hüseynə beyət edir və ona ölümü gözə alır və ona yardım eləyir. Amma Məkkədən ta Kufəyə qədər onu ilə yol yoldaşı gələn minlərlə insanlar İmam Hüseyn işıqları söndürüb, ateşləri söndürüb, ola bilər üzümdən utanırsınız. Görürsünüz ki, bizi artıq mühasirəyə alıblar. Əgər bundan sonraki ölümə, müqəddərata razı deyilsinizsə, kim istəyirsə getsin. Və səhər gün çıxanda, sabah açılanda minlərlə insan İmam Hüseyni orada tək qoyub 72 nəfər adamla İmam Hüseyin qaldığını görür. Beləliklə, bütün hadisələr bir-birinin təkrarıdır. Qiyamət gününə qədər də belə olacaqdır. Və bizə düşən iş Hüseyn kimi, radiyallahu anh kimi olmaq, hür kimi ləyaqətimizi qorumaq və Allah-u Teala'ya dua etməkdir ki, Şümür kimi satqın, Yezid kimi zalim, Ubeyla ibn Ziyad kimi ləyaqətsiz adamlardan Allah-u Teala bizləri və nəsillərimizi mühafizə etsin. Bu Aşura axşamında Cənab-ı Allaha iltica edirəm və İmam Hüseynin ruhaniyyətinin qabağında Əs-salatu və-səlamu aleykə ya Əba Abdillal Hüseyn deyərək onun ruhaniyyətini salamlayıram və pak ruhaniyyətinin hər daim həm özünün, həm 72 Kərbəla şəhidlərinin daim yaxşıların üzərində olacaqlarını və bizlərin onların xeyir dualarına daxil olacağımızı ümid edib Cənab-ı Allahdan iltimas edirəm. Allaha əmanət olun, Allahın yolunda olun. İmam Hüseynin eşqi, İmam Hüseynin sevgisi qəlbimizdə hər daim çıraq kimi yansın və məhşər meydanında İmam Hüseynin cərgəsində həşr olmaq, cərgə tutmaq, sıra tutmaq niyyəti ilə Əs-salamu aleykum və rəhmətullah.